Salam, bugün sizə DİM 2023 topludan, biologiyadan ifrazat sistemi sidin əmələ gəlməsi mövzusunun testlərini izah edəcəm. Kanalıma abunə olmayı unutmayın, elə isə başlayaq. Birinci suala baxaq. Normal halda böyrəkdəki qandan sidiyə suyun artığından başqa daha nə keçir? Biz bilirik ki, böyrəklər insan orqanizmində toplanan artıq maiyəni və mineral duzları orqanizmdən xaric edir. Demək olacaq bir də C variantı. 2-yə baxaq. 5 dəqiqə ərzində böyrəklərdən nə qədər qan keçir? Bilirik ki, 1 dəqiqə ərzində böyrəklərdən cəm şəkilsi varsa, 1 dəqiqə ərzində böyrəklərdən 1 litr qan keçir. Bəs 5 dəqiqədə nə qədər qan keçər? Təbii ki də 5 litr keçər. Y variantı. 3-ə baxaq. İnsanda böyrəklərin funksiyasına aid deyil. A-ya baxaq. Su duz mübadiləsini tənzimləmək. Su duz mübadiləsi aiddir. B-yə baxaq. Hipofiz vəzinin hormon sintezini tənzim eləmək. Böyrəyin belə bir funksiyası yoxdur. 3-də olacaq B variantı. 4-ə baxaq. Aşağıdakı orqanlardan hansı maddələr mübadiləsinin son məhsullarının orqanizmdən xaric olunmasını və onun daxili maye mühitinin sabit qalmasını təmin edir? Uşaqlar, daxili maye mühitinin sabit qalması cümləsini burada işlədib. Demək ki, böyrəklərdən danışır. 4-də olacaq B variantı. Daha sonra 4-də olacaq B variantı. 5-ə baxaq. İnsanda sidik axarları ilə sidik kanalı arasında ifrazat sisteminin hansı strukturu yerləşir? İnsanda olan ifrazat orqanlarının sayı 6 ədəddir. Hansılardır sayaq? Böyrəklər, sidik axarları, sidik kisəsi və sidik kanalı. Yəni sidik axarı ilə sidik kanalı arasında sidik kisəsi yerləşir. 5-də olacaq C variantı. 6-ya baxaq. İnsanda qarın boşluğunda onurğanın bel şöbəsinin hər iki tərəfində yerləşən orqanlar. Onurğanın hər iki tərəfində qarın boşluğunda yerləşən orqan böyrəklərdir. 6-da Y. İnsanın ifrazat sistemi orqanlarından sidiyin axma istiqamətini, düzgün ardıcıllığını müəyyən edin. Biz demişik ki, sidik böyrəklərdə yaranır. 3. Böyrəklərdən sidik axarları vasitəsilə daşınır. Sidik axarları vasitəsilə sidik kanalına gətirilir və orada sidik kanalında toplanır və sidik kanalı ilə orqanizmdən xaric olur. Yəni 3, 2, 1, 4 Y variantı. 8-ə baxaq. Normal halda insanın böyrəklərindən keçən qan mineral duzların artığından başqa daha nədən azad olur? Böyrəklər insan orqanizmində olan mineral duzları və suyun artığını orqanizmdən çıxarır. Yəni 8-də olacaq A variantı. 9-a baxaq. İnsanın orqanı. Hansı orqan verilmişdir burada? Böyrəyin şəkli verilib. Yerləşdiyi əsas bədən boşluğu, böyrəklər qarın boşluğunda yerləşir. Aid olduğu orqan sistemi. Aid olduğu orqan sistemi isə böyrəklər ifrazat sistemi orqanıdır. Qarın boşluğunda yerləşir və ifrazat sistemi orqanı. 9-da olacaq C variantı. 10-cu suala baxaq. İnsanda böyrək venaları hara açılır? Böyrək venaları aşağı boş venaya axır. 11-ə baxaq. Böyrəyin tərkibinə daxildir. Böyrəkdə xarici qabıq qatı var, daxili beyin qatıdır, böyrəyin piramidləri var, böyrəyin ləyəni var. Baxaq hansılar aiddir? Qabıq qatı, böyrək ləyəni və beyin maddəsi. 1, 2, 4 olacaq B variantı. İnsanda tərkibində duzun, sidik cövhərinin miqdarı daha az olan qanın axdığı damar hansıdır? Birmənalı olaraq yadda saxlayın ki, deməli, böyrək arteriyası böyrəyə daxil olur və tərkibində daha çox tullantı maddəsi, duz, sidik cövhəri və s. olan qandır. Amma böyrək venası böyrəklərdən çıxan, artıq təmizlənmiş qanı daşıyan damardır. Ona görə bu damardakı, yəni böyrək venasındakı duz və sidik cövhərinin miqdarı daha azdır. Böyrək venası olacaq burada cavab. 12-də olacaq C variantı. 13-ə baxaq. Sakit vəziyyətdə 2 dəqiqə ərzində insanın böyrəyindən təqribən neçə litr qan keçər? Buradan yazaq. 1 dəqiqədə böyrəklərdən, 2 böyrəkdən toplam 1 litr qan keçir. Bəs bir böyrəkdə nə qədər qan keçər 1 dəqiqədə? Onda yarısı, yəni 0,5 litr keçər. Yaxşı, bizə 2 dəqiqə verir. 1 dəqiqədə 0,5 litr bir böyrəkdən keçirsə, bəs 2 dəqiqədə nə qədər keçər? X. 2-ni də vururuq 0,5 eləyəcək. D variantı. 14-cü suala baxaq. Sakit vəziyyətdə 6 dəqiqə müddətində insanın bir böyrəyindən neçə litr qan keçər? Bu da elə həmin məsələyə oxşuyur. 1 dəqiqədə böyrəklərdən 1 litrdir. Bir böyrəkdən isə yarısı 0,5 litrdir. Bəs 6 dəqiqədə
Bir böyrəkdə nə qədər qan keçər? X. 6-nı da vururuq 0,5-ə, bölürük 1-ə. Cavab eləyəcək 3 litr. 14-də olacaq A variantı. Daha sonra 15-ci suala baxaq. Sxemə əsasən normal hal üçün doğru ifadələri müəyyən et. Böyrəklər haqqında olan doğru fikirləri tapmalıyıq. Böyrək 3-ə baxın. Böyrək qabığı və beyin qatından ibarətdir. Bəli, xarici qabıqdır, daxili isə beyin qatıdır. 4-ə baxın. 2 bədən boşluğunda yerləşir. Bu yanlışdır. Böyrək qarın boşluğunda yerləşir yalnız. 1-ə baxaq. Suyun və mineral maddələrin artığını sidik şəklində orqanizmdən xaricidir. Aha, bu da doğrudur. 2-yə baxaq. Azotlu birləşmələri və eritrosit, xeyr, azotlu birləşməni və eritrosit parçalanması böyrəyə aid deyil. Deməli oldu 1 və 3. D variantı. 16-ya baxaq. Yetkin insanda sidik kisəsi minimum neçə millilitr sidiklə dolduqda ifrazat ehtiyacı yaranır? Sidik kisəsinin tutumu 500 millilitrdir və onun 1/4 dolduqda sidik ifrazat ehtiyacı yaranır. 500-ün 1/4 neçə eləyir? Baxın, 500-ün 1/4. İxtisar edirsiniz, olacaq 125 millilitr. Yəni olacaq B variantı. Böyrəklərdən minimum 500 litr qan keçən zaman normal halda təxminən nə qədər son sidik ifraz olunar? İfraz olunan sidiyin miqdarı maksimumdur. Kitabda belə bir cümlə var. Böyrəklərdən sutkada 1500-1700 litr qan keçir və 150-170 litr ilk sidik hazırlanır. Bizə burada 500 litr üçün hesablamağı verir. Biz də tənasibi belə qururuq. 1500 litr keçəndə, qan keçəndə son sidiyi soruşur burada. Aha, son sidik isə 1500 litr qan keçəndə 1,5 litr olur. 1500-də 1,5 litrdirsə, bəs 500 qan keçəndə nə qədər olacaq? X olacaq. Burada tapmaq üçün 500-ü vuracaqsınız 1,5-ə, böləcəksiniz 1500-ə. Cavab da eləyəcək 0,5 litr. 18-ci suala diqqət yetirək. Aha, 18-də nə deyir? Şəkildə insan böyrəyinin qan dövranı sxematik olaraq göstərilmişdir. Bu sxemə əsasən sağlam yetkin insan üçün söylənilən fikirlərdən hansı səhvdir? Deməli, böyrək arteriyası və venası göstərilib. Arteriya böyrəyə daxil olur və tərkibində daha çox tullantı maddələri olur. Duz, sidik, cövhəri və s. yadda saxlayın. Vena isə böyrəkdən çıxır, artıq təmizlənmiş qanı daşıyır. Çünki böyrəklərdə biz bilirik ki, süzülmə, təmizlənmə prosesi gedir. Artıq böyrək venası təmizlənir. Ona görə bu damardakı duz və sidik cövhəri miqdarı az olur. Ada deyir ki, səhvi bizdən istəyir, səhv fikir tapmalıyıq. Ada deyir, qanda eritrositlərin miqdarı 1 bərabərdir 2. Aha, bu doğrudur. Qanda glikozanın miqdarı 1 böyükdür 2. Bu da doğrudur. C-yə baxaq, qanda mineral duzların miqdarı 1 kiçikdir 2. Axı bu yanlışdır. Biz dedik mineral duzların miqdarı harda çoxdur? Arteriyada çoxdur. Venada isə azalır. 18-də olacaq C variantı. 19-a baxaq. 19-da hansı sxem bizə göstərilib? Ona diqqət yetirək. Qan, qandan kapilyaların divarı, qədəhə bənzər kapsülün divarı, ilk sidik. İlk sidik böyrək kanalcıqlarının divarı və kapilyarın divarı. Bu sxemdə bizə süzülmə və reabsorpsiya göstərilib. Bizə burada süzülmə və reabsorpsiya, yəni geri sorulma prosesi göstərilib. Burada deməli ilk sidik böyrək kanalcığın divarından, kapilyarın divarından qana keçəcək, qana sovrulacaq, qana qayıdacaq. Ona görə də 19-da olacaq Y variantı. 20-yə baxaq. Sağlam insanın sidik axarları haqqında doğru fikir tapmalıyıq. İlk sidik kisəsini daşıyır. Yanlışdır, ilk sidik yox, son sidik daşıyır. 2. Son sidik bilavasitə xaricə çıxarır. Xeyr, sidik xaricə çıxarmaq sidik kanalının işidir, sidik axarının işi deyil. Böyrək ləyənindən başlanğıc alır. Bu doğrudur. Sidik axarları böyrək ləyənindən başlanğıc alır. 3 doğrudur. Yalnız bir bədən boşluğunda yerləşir. Yanlışdır, 2 bədən boşluğunda yerləşir. Son sidik kisəsinə daşıyır. 3, 5, 6-ya baxaq. Böyrək piramidlərindən başlanğıc alır. Xeyr, böyrək piramidindən başlanğıc almır. Böyrək ləyənindən başlanğıc alır. 7-yə baxaq. 2 əsas bədən boşluğunda yerləşir. Bəli, bu da doğrudur. 20-də olacaq B variantı. İnsan orqanizmindən suyu çıxaran orqanlar. Suyu çıxaran tər suyu çıxarır, bağırsaq suyu çıxarır, böyrək suyu çıxarır, ağciyər suyu çıxarır. Yəni hansı oldu? 1, 3, 4 və 5. 1, 3, 4, 5. 22-ci suala baxaq.
Cədvəldə insanın böyrək damarları ilə axan qanın tərkibində olan bəzi maddələrin səviyyəsi göstərilmişdir. Verilənlərə əsasən hansı fikirlər doğrudur? Böyrək damarları X və Y-dir. Karbon qazı azdır deyir X-də. Onda X nədir? Arteriya damarıdır. X arteriya damarıdır. Y-də isə karbon qazı çoxdur, mineral duz azdır, oksigen azdır. Y nə olacaq? Y isə vena damarı olacaq. 1. Y damarı ilə axan qanın tərkibində zərərli maddələr az olur. Y damarı hansıdır? Venadır. Bəli, biz dedik ki, vena böyrəkdən çıxan damardır. Böyrəkdən çıxan damarda artıq qan bir çox zərərli maddələrdən təmizlənir. Ona görə də qanın tərkibində zərərli maddələr az olur. 1. 2-yə baxaq. X damarı ilə axan qan aşağı boş venaya tökülür. X damarı ilə axan qan arteriyadır. Arteriya aşağı boş venaya tökülmür. Yanlışdır. 3-ə baxaq. Y damarı qanı bilavasitə qarın aortasından alır. Bu da yanlışdır. Nəyə görə? Çünki Y vena damarıdır. Vena damarı birbaşa qanı qarın aortasına almır. Arteriya damarı qanı birbaşa qarın aortasından alır. 4-ə baxaq. X damarı ilə 1 dəqiqədə böyrəyə 0,5 litr qan gələ bilər. Bu doğrudur. Çünki 1 dəqiqədə bir böyrəkdən 0,5 litr qan keçir. 1 dəqiqədə böyrəklərdən isə 1 litrdir. Onun yarısı bir böyrəkdən keçir. Yəni 10,5. 5-ə baxaq. Y damarı ilə axan qan aşağı boş venaya tökülür. Y nədir? Vena. Bəli, böyrəkdə Y damarı ilə axan qan aşağı boş venaya töküləcək. Olacaq 1, 4 və 5. 23-ə baxaq. Əgər insanda sutka ərzində böyrəklərdən minimum 1500 litr qan keçərsə, bu zaman bir böyrəkdə neçə litr ilk sidik yaranır? Belə bir rəqəm verilir bizə kitabda. Böyrəklərdən sutkada 1500-1700 litr qan keçir və bu qandan 150-170 litr ilk sidik yaranır. Bizə böyrəklərdən keçən qanın miqdarı minimum, yəni 1500 verilib. Yaxşı, 1500-də əgər ilk sidik, əgər minimum qan keçibsə minimum yaranacaq, onda 150 litr yaranacaq. Bu böyrəklərdən keçən ilk sidik qanın miqdarı, daha doğrusu 1500 litr böyrəklərdən keçib və bu zamanda ilk sidik böyrəklərdə yaranıb. Amma bir böyrəyi soruşursa, onda 150-nin yarısı, yəni 75 olacaq. 23-də cavab 75. 24-də baxaq. Sıxma hissəsinin uyğunluğu müəyyən edin. İfrazat sistemi orqanı göstərilmişdir. Burada 1 ilə böyrəyi göstərilib, 2 ilə sidik axarı göstərilib, 3 ilə isə sidik hissəsi göstərilib. Sidik kanalına işarə yoxdur. Yəni 4-cü bir rəqəm yoxdur ki, sidik kanalına işarə eləsin. Biz variantları uyğunlaşdıracağıq böyrək, sidik axarı və sidik hissəsinə. Süzülmüş, deməli, süzülmüş 1, 2, 3 nömrəliyək. Süzülmüş məhsulları sidik kisəsinə daşıyır. Sidik kisəsinə daşıyan hansıdır? Sidik axarıdır. Yəni 2-də olacaq A. Sidik axarı ilə sidik kanalı arasında yerləşir. Sidik axarı ilə sidik kanalı arasında yerləşən sidik kisəsidir. Yəni, deməli, olacaq C variantı 3-də. C-yə baxaq. Sidik axarı ilə sidik kanalı arasında yerləşir. Dedik bunu. İlk və son sidikin yaranması baş verir. Həm ilk sidik, həm son sidik böyrəkdə yaranır. Yəni 1-də olacaq B. D-yə baxaq. Sidik axarları başlanğıcını bu orqandan götürür. Sidik axarları başlanğıcını böyrəkdən götürür. Onda olacaq 1, B, D. Y-yə baxaq. Sidik bilavasitə xaricə çıxarır. Uşaqlar, sidik xaricə çıxaran sidik kanalıdır. Amma burada sidik kanalı göstərilməyib şəkildə. Hər hansı bir rəqəmə uyğun deyil. Göstərilən rəqəmlərdən birinə uyğun deyil. Ona görə də variantlar olacaq 1, B, D, 2, A, 3 isə C. 25-ci suala baxaq. İnsanın ifrazat sisteminə daxil olan strukturların sayının artması ardıcıllığını müəyyən edin. Deməli, artma ardıcıllığından sidik hissəsinin sayı 1-ə ədəd olur. Ən azı sidik hissəsidir. Böyrək ləyəni 2 ədəd olur. Hər böyrəkdə 1 ədəd. Böyrək piramidin sayı çox olur. Amma nefronun miqdarı ən çoxdur. Bir böyrəkdə 1 milyon. Toplam 2 milyon nefron olur. 2, 3, 1, 4. Artma ardıcıllığı bu şəkildədir. İndi isə azalma ardıcıllığını istəyir. Necə olacaq? Tam əksi. Azalma ardıcıllığını istəyirsə ən çoxdan aza doğru düzəcəyik. Ən çox nefrondur 1. Daha sonra böyrəyin piramididir 1, 4. Daha sonra böyrəyin ləyənidir. Ən aşağı isə sidik hissəsidir. Çünki sayı 1 ədəddir. Bugünkü izahımız bura qədər. Kanalıma dəstək olmayın. Videonu like etməyi unutmayın.